sonra. Mesela 72'də. Deməli, məsələmizdə orada 18-ci səhifənin nömrəsinin 21 olduğu deyilir. Düzdürmü? Bizim birinci səhifəmiz, sonra 18-ci səhifəmiz və bizdə orada 30 səhifəmiz var ümumi olaraq. Və burada 30 səhifəmizdə, deməli, 28-ci səhifədə kursor -8 replace hissəsində qeyd olunur, find and replace hissəsində və buradan da 20-ci səhifəyə keçmiş olur. Və bizdə məlumatımız da var ki, 18-ci səhifənin nömrəsi 21-dir. Və biz buradan tapırıq ki, buradakı arasındakı fərq +3-dür. +3 yazaraq, deməli 21-ə keçib. Və biz bu 3-dən istifadə edəcəyik. Burada da 20-nin 23 alınır. Bəli, üstündən 3 gələcək və burada 23 alınmış olacaq. Cavab olacaq, deməli, Y variantı 23.